Ermənistan yanlış narrativlərə son qoymalıdır. Bunu Yeni Çağ açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, İran-Ermənistan birgə hərbi təlimlərindən danışarkən bildirib ki, bu ciddi siqnaldır. İranla Ermənistan arasında təlimlərin keçirilməsi ciddi bir siqnaldır və burada İrəvanla Tehran sanki gücünü nümayiş etdirməyə çalışır və eyni zamanda məlumdur ki, İran ətrafında da çox gərgin bir münasibətlər sistemi formalaşıb, xüsusilə Donald Trump'ın hakimiyyətə gəlişindən sonra bu hiss olunur. İlkin dövrlərdə İranla ABŞ arasında danışıqların baş tutması ilə bağlı Vaşinqtonun tələbi geri çevrildi və bundan sonra çox gərgin münasibətlər izlənilirdi. Omanda İran və ABŞ nümayəndə heyətləri arasında görüşün baş tutması bu gərginliyin aşağı salınmasına hesablanmışdı. İran tərəfdən danışıqlarda Xarici İşlər naziri Abbas Araqçı, ABŞ tərəfdən isə Witkoff iştirak eləyirdi və bu görüş kifayət qədər məsələləri müzakirə etmək imkanı yaratdı. Və İran tərəfi gərginlik olduğu dövrdə bir sıra dövlətlərə mesaj ünvanlanmışdı ki, hansısa dövlətlər ABŞ-ın bölgə siyasətində İrana qarşı iştirak edəcəksə, həmin dövlətlər də potensial İran üçün təhlükəyə çevriləcək və o dövlətlərdən raket, dron hücumu olarsa İran buna cavabsız qoymayacaq mesajı var idi və bu dövlətlər arasında Azərbaycan adı yox idi. Bu da İran üçün Azərbaycanın proqnozlaşdırılan siyasət yürütməsindən xəbər verir. Digər tərəfdən mühüm məsələ bundan ibarətdir ki, Ermənistan da bölgədə İran ilə tərəfdaşlıq münasibətlərinə ümid eləyir və bu təlim də elə buna hesablanmışdır. Xüsusilə də Qərbi Zəngəzur ərazisinə Paşinyanın səfər etməsi hesab edirəm ki, təsadüfi deyil və Azərbaycan haqqında da çox mənfi təsəvvürlər Ermənistan formalaşdırır və burada İranı da öz maraqlarına daxil eləməyə çalışır və sanki belə bir təəssürat yaranır ki, Azərbaycan Ermənistana münasibətdə hərbi planlar hazırlayır və İran Ermənistanın təhlükəsizliyini təmin etməlidir. Bu yanlış narrativlərə Ermənistan son qoymalıdır və İran tərəfi də nəhayət anlamalıdır ki, bölgədəki kommunikasiya xəttlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi bölgənin inkişafına, rifaha xidmət edir. Əlbəttə, İran bu xüsusda öz ərazisindən keçən nəqliyyat bağlantılarını prioritet hesab edir və elə təsadüfi deyil ki, Araz çayı üzərində tikilən körpülər vasitəsilə avtomobil və dəmir yolu əlaqəsi qurulur və bu da İran və Azərbaycan arasında olan anlaşma memorandumu sayəsində inşa edilməkdədir. Ümid edirəm ki, bütün məsələlər sülh yolu ilə, dinc yolla və bölgənin gələcəyi naminə öz həllini tapacaq.